Gerçi yok bitmedi cevabı. Under the warm sun where the palm trees sway, we're dancing to the rhythm, let the music play. Feel the ocean breeze as the waves crash near. In this paradise moment, there's nothing to fear. Catch me in the twilight, we'll ride the tide. With every heartbeat, let the good vibes collide. We're lost in the magic, just you and me. In this island dream, wild and free. Let's dance, dance, dance in the golden glow. Vietnamın şimalından hər kəsi salamlayıram. Və bugün çox möhtəşəm və gözəl bir səfər çıxmışam. Burada düzdür, Vietnamın şimalında bəzi yerlər olmuşam, amma ki bura heç vaxt mən səfər eləməmişəm. Və bu tərəfə mənim ilk səyahətimdir. Düzdür, tək deyil, dostlarımla gəlmişəm və birlikdə əylənməyi düşünürük burada. Düzdür, burada dağlıqlar, çəmənliklər, hətta dəniz, belə çox gözəl mənzərələr var. Və ona görə də ki, mən düşünürəm ki, sizin üçün çox maraqlı olacaq. Axıra kimi baxın, görün siz. Yəni görün, baxın, Vietnamda nələr var. Düzdür, biz yolun ortasına kimi gəlmişik burada və hardasa mənim yaşadığım yerdən bura təxmini 1 saat, təxmini 2 saatlıq yoldur, artıq 70 kilometr. İlk səfərim Halong Bay olacaq. Halong Bay mənim yaşadığım yerdən hardasa 2 saatlıq, 3 saatlıq məsafədə yerləşir. Amma ki, motosikletlə getdiyimizə görə, motosikletin çox güclü olmadığına görə və bir dənə dayanacağım olacaq. Birinci Haiphongda dayanacağıq. O Halong Bay ilə həmin gedəcəyim yerdən 1 saatlıq məsafədə yerləşir. Və yolun ortasına kimi gəlmişik. İndi Haiphonga çatmağımıza düz 19 kilometr məsafəmiz qalır. Ümid edirəm ki, çox maraqlı bir dənə səyahətimiz olacaq və axıra kimi baxın, baxaq görək nələr olur. Və nəhayət ki, biz Haiphongda çatdıq və Haiphongda moldayıq hal-hazırda. 8-9 aydan sonra mola gəlmişəm. Bura gələndən heç vaxt gəlməmişim. Amma burada çox maraqlı bir şeylə rastlaşdım mən. Burada ümumiyyətlə məsələn KFC-ni, McDonald's-ı sifariş edəndən sonra sosu, ketçup, mayonez belə şeyləri özləri vermirlər. Sizin üçün xüsusi bir sistem hazırlayıblar ki, orada həm ketçup, mayonez, xüsusi soslar siz özünüz oradan götürə bilərsiniz. Baxın, indi sizə göstərim. Baxın, burada elə bil bu qablardan götürürsünüz və daha sonra isə bunlardan belə deyək də, bilmirəm tam olaraq bunu necə adlandırım və həmin qablara siz tökə bilirsiniz. Və burada da bizim həmin ketçup mayonezimizdir və bu da bizim artıq ketçupumuz oldu və növbəti də ki, əlbəttə ki, mən bunu qoyacağam. Bundan istifadə edəcəm. Buradakı bu da burada qeyri-adi bir şeydir. Mən ilk dəfə rastlaşdım belə bir şeylə, istədim sizlərlə də bölüşüm. Və gəlin, biraz molun içini bir dənə gəzək. Baxaq görək burada nələr varsa. Burada çox maraqlı bir restoran, Yapon restoranı görmüşəm. Çox qəşəngdir, yəni çox estetikdir. Bir dənə buna baxın. Yəni indi sizə bir dənə göstərim. Qabaqda sizi qarşılayan bir xanım var və onun geyimi, restoranın içi çox möhtəşəmdir həqiqətən. Əsl Yapon ab-havası verir. Bir növ bambu ağacları ilə düzəldilmiş bir dənə restorandır. İndi isə gəlin bir dənə baxın, mən də sizə göstərim. Görürsünüzmü, necə gözəl bir yerdir. Sırf olaraq bambu ağaclarından eləyiblər buranı. Yeri falan. Çox möhtəşəm bir yerdir.
Bura yəqin gördüyünüz kimi sırf olaraq Yapon restoranı gedir. Burada gələn qonaqlar, burada ümumiyyətlə iki cür yer var. Biri stolda oturulan bir yer, stulda oturulan bir hissə var. Bir də ki, yerdə oturan hissə var. Amma yerdə oturan hissə daha çox estetik görünür. Və çox şirindirlər, çox qəşəngdirlər. Ailəlikcə gəlirlər, otururlar. Bu qarşıda insanları qarşılayan bu xanımın geyiminə baxın bir dənə. Çox gözəldir də. Ümumiyyətlə bunların insanları Vyetnamlılar çox çox belə şirindirlər. Çox başqa bir hava var, atmosferi var bunların. Belə utancaqdırlar, həm oğlanlara, həm qızlara. Nəsə bir söz demək istəyir, amma çox utanırlar, çox çəkinirlər. Bir başqa bir şirinlik var bunlarda. Yəni belə. İndi isə baxaq görək başqa burada nə maraqlı yerlər var. Ümumən bir dənə göstərim, çox yekədir mol. Əsas olaraq restoranlar. Çünki mən restoranlara daha çox marağım var deyənə baxaq görək. Fərqli maraqlı restoranları tapaq. Bir də bunlar restoranları elə bir formada dizayn edirlər ki, yəni bunların dizayn qabiliyyətləri həqiqətən yəni çox gözəldir də. Siz bunlara bir dənə açıq, sadə bir dənə divar verin. Onlar o divarı elə bəzəyəcəklər ki, elə bil onu o formada tikiblər. Çox qəşəng dizayn qabiliyyətləri var bunların ümumiyyətlə. Ona görə də bunların restoranları çox möhtəşəm bir şəkildə möhtəşəm bir ab-hava yaradır həmin dizayn, həmin restoranın içində. Və belə, nəyin bir də burada açıq bufetlər var, açıq marketlər var daha doğrusu. Gəlin o açıq marketlərdə baxaq, yəni bilirsiniz ki, bunlar yemək xəstəsidirlər. Hər yerdə, hər yer. Molun içində belə açıq market yaradıblar, yəni. Çox xoşlayırlar bunlar yeməyi həddindən artıq. Yeməklər haqqında çox danışmayayım, çünki bura gələndən ancaq mənim yeməyə çox böyük sevgim yaranıb. Çünki o qədər fərqli bir şeylər var ki, yəni onları yeməsən dayana bilməzsən. Və bir də belə bir şey rastıma çıxdı. Molun içində burada sırf olaraq masaj olunmaq üçün xüsusi kreslolar var, masaj kresloları. Və orada pulu yükləyirlər və yükləyəndən sonra artıq otururlar həmin kresloda və artıq masaj olunur. Və baxın, indi mən sizə göstərim buradan. Baxın bu formada. Otururlar və artıq orada masaj olunur. Hələ özü üçün yaşayır. Kim nə istəyir onu da eləyir. Heç kəsin də vecinə alınır. Ən salamat elə odur, yaxşı eləyir. Burada əhalinin əksəriyyəti, belə deyim, 90%-i motosikletdən istifadə elədiklərinə görə, ona görə burada sırf olaraq motosiklet üçün böyük parking yeri var. Baxın bu formada böyük parking yeri var və hər yer motosikletdir və görürsünüzmü bunları? Motosikletin üstündə də dalaşırlar. Bu günləri qərar verdim ki, burada qalacağam Hayfonda və ona görə də Hayfonun müəyyən bir yerlərini dedim ki, qoy görüm. Və bugün bunlarda azadlıq günü qeyd edirlər, bayramlarıdır və bayramlarının 50 illiklərini qeyd edirlər. Ona görə də bütün insanlar küçələrdə axışıblar, bunu qeyd edirlər, yemək, içmək bunların da ən çox sevdiyi işlərdən biridir, yemək, içmək. Ona görə də mən də sizə xırdaca onlar öz bayramlarını necə qeyd edirlərsə sizə göstərmək istəyirəm, ümid edirəm ki, sizə maraqlı olacaq. Və indi isə mən sizə qaldığım hosteli göstərmək istəyirəm Hayfonda. Elə biz bir gecəyə burada ödədik
210 Vyetnam döngü ödədik. Bunu yazacağam mən dollarla. Və ümumilikdə göstərim, yəni nə vaxtsa yolunuz bura düşsə, bu hosteldə qala bilərsiniz. Ümumilikdə mən heç vaxt hər hansı bir yerə gedəndə oteli seçmirəm. Çünki hostel daha maraqlı və daha sərfəli olur. Ki, qısa bir müddətdə qalanda ümumiyyətlə daha maraqlı və sərfəli olur. Əgər nə vaxtsa yolunuz bura düşsə, burada qala bilərsiniz. Otaq oğlanlar üçün olan otaq idi və bu da bizim otağımız. Və burada da 4 dənə elə bir yerimiz var, hərəmizə bir dənə. Bir də ki, hamam otağı və tualet. Və otelin, hostelin adı Basic Guest House-dur. Nə vaxtsa bura gəlmək istəsəniz, bunu qala bilərsiniz, çünki çox ucuz və sərfəli bir yerdə, həm də ətrafı bu formadadır. Və burada restoran var və restoranda gedib foga yeyə bilərsiniz. Vietnam style və bu formada bir yerdədir. Və belə, nə vaxtsa yolunuz düşsün, burada qala bilərsiniz. Və artıq Katba adasına çatmışıq. Düzdür, dünəndən biz planlaşdırmışdıq ki, Halong Bay-yə gedək. Müəyyən səbəblərə görə, çünki biz səhər saatlarında tez çıxa bilmədiyimizə görə, artıq biz kruza gecikdiyimizə görə belə planımızı dəyişdik və Katba adasına getmək qərarına gəldik. Və indi hal-hazırda biz burada dayanmışıq. Burada 2 dənə bunların dayanacaqları var. Biri var ki, sıfır avtobusdan gedirsən gəmiyə kimi. Bir də var ki, kimin motosikleti varsa, motosikletlə gələnlər sıf olaraq böyük gəmi ilə aparırlar, motosikletlə birlikdə. Və qiymətləri mən aşağıda yazacağam və hal-hazırda bütün motosikletlə gələnlər burada dayanmışıq. İndisə gəmimizi gözləyirik. Baxın, biz bu gəmi ilə gedəcəyik. Gəmimiz bu olacaq. Görürsünüzmü? Burada həm maşınlar, həm motosikletlər, böyük maşınlardır, kamazlar hamısı, yəni həmin gəmiyə daxil ola bilirlər. Maşınları sıf adaya kimi düşürdürlər və abratına gətirirlər. Çox istidir həddindən artıq və biz də bunları geyinmişik ki, yanmayaq. Çünki günəş çox pisdir. Və artıq biz gəminin içindəyik. Bütün hər şeyini park ediblər və artıq biz də yavaş-yavaş adaya tərəf gedirik. Baxaq görək başımıza nələr gəlirsə. Və burada bir dənə dayanacaq elədik, çünki yol çox ağır oldu. Orada yuxarıya doğru çalışırdıq ki, gedək və yol biraz daha çox belə dik olduğuna görə motosikletim biraz çox gücədir elə bil. Ona görə də burada dayandım və burada çox qəşəng bir mənzərə ilə qarşılaşdım, yəni. Çox gözəl bir. Həm də burada nəsə qeyd eləyirlər Vyetnamlılar. Yəni çox güman ki 50 illərini qeyd eləyirlər. Yəni onu sizə göstərim. Belə qeyd eləyirlər və bu siz təsəvvür eləyin ki, bunlar bunu burada oturub bu mənzərədə qeyd eləyirlər. Çox gözəl bir mənzərədir. Və bu hələ buranın başlanğıcıdır və buradan da ki, düz otelimə hardasa 36 dəqiqəli, 35 dəqiqəli yolum var, 28 kilometr məsafə var və birazını gəlmişik, indi baxaq görə buradan sonra nə olur. Amma bu mənzərə dəhşətdir, yəni, çox gözəldir. Və
o boyda uzun yollardan sonra gəldik, çatdıq otelimizə, yerləşdik. Yol çox çətin idi, həqiqətən mənə çox çətin gəldi yol. Çünki motosikletim artıq dözmürdü, tam olaraq motosikletin gücü çatmırdı və hardasa bir 36, 31, 40 dəqiqədən sonra düz çatdıq. Amma ki, bura gəlsəz əgər nə vaxtsa, çalışın motosikletinizi, əgər motosikletlə gəlsəz, motosikletinizi güclü bir şəkildə, güclü motosiklet götürməlisiniz. Çünki həqiqətən zəiflə gəlmək çətindir, yorucudur. İkincisi də ki, həm də ki, burada xüsusi marşrutlar var ki, avtobuslar var ki, onlar sizi gətirirlər. Və buradakı bizim otelimizdir. Otel belə ümumi nəzərdə tutsaq yaxşıdır, pis deyil. Həm də ki, ümumilikdə hardasa ödədiyimiz məbləği burada yazacağam. Hələ ki, bir günlük biz booking eləmişik, amma ki, planımızda 2 gün qalmaq var. Çünki burada xüsusi turlar var, hansı ki, bu adanın içindən gedirsiniz, başqa bir adaları səyahət edirsiniz. Burada Meymun adası var və yaxud da fərqli keyvlər, onlara kruzlar var. Və ona görə də ki, düşünürəm ki, hardasa bir gün ərzində onları bitirmək biraz çətin olacaq. 2 gün, ümid edirəm ki, 2 gün ərzində biz burada istirahət edə biləcəyik. Turn it up, feel the vibe, feel the vibe. Oh yeah, baseline pop, make it jump, people vibes come alive, come alive. On the floor, we want more, let it burn, let it burn. Oh, lights flash, bodies clash, watch them turn, dance or party, get it wild, feel the rhythm, feel it now. Hamıya bir daha salam və artıq mənim burada kafada 2-ci günümdür. Dünənləri daha doğrusu günortadan sonra çatdım deyənə daha çox şey eləyə bilmədim. Çalışdıq ki, o daxilində bir şeylər eləyək. Artıq bu günləri çox gözəl bir tur götürmüşük, tur paketi. Ümumilikdə bizim bu tur paketimiz təşkil edir 850 Vyetnam donqu. Bunda daxildə fərqli yerlər, nə bilim, balıqçılıq kəndinə getməsi, keyvlər və fərqli çox maraqlı aktivitelər buna daxildir və hamısını siz görəcəksiniz. Nə vaxtsa gəlsə siz ondan yararlana bilərsiniz. Və hal-hazırda biz öz kruzumuzdayıq və gedirik buradan. Ümid edirəm, yəqin ki, düşündüyüm qədər birinci olaraq keyvə gedəcəyik, amma tam olaraq bilmirəm hara gedəcəyik. Amma çox qəşəngdir buralar, yəni möhtəşəm atmosfer, hava. Və mən indi sizə ümumilikdə göstərim və siz də baxın. Everybody in the place, raise your hands, raise your hands. Oh yeah, oh yeah. DJ spin, bring it into the end, to the end. Oh, oh, oh. Dance or party, hey. Get wild, feel the rhythm. Oh yeah, feel it now, feel it now. Dance or party, hey. Shake the ground, feel the fire. Ooh, all around, all around. Və indi isə gəlmişik ilk yerimiz. Elə bil balıq masajıdır, belə adlandıraq. Adı çox maraqlıdır. Bir də baxın, ayaqları nə qədər balıq ayaqları elə bir suyun altına salmışıq və baxın bu formada. Və bütün balıqlar belə elə bir ayağınızı masaj eləyir də bir növ. Elə bil balaca tikanlar batır ayaqlarımıza. Çox adam ilk dəfə salanda ümumiyyətlə çıxardırlar çünki qıdıqlandırır. Balıqlar ayaqları qıdıqlandırır. Everybody in the place, raise your hands, raise your hands. Oh yeah, oh yeah. DJ spin, bring it into the end, to the end. Oh, oh, oh. Dance or party, hey. Get wild, feel the rhythm. Oh yeah, feel it now, feel it now. Bizim fiş masajımız bitdi. Çox gözəl bir təcrübə idi bu həqiqətən mənim üçün. Və onun yanında həmin masajdan çıxandan sonra burada belə fərqli kafelər var və bu mənzərədə məncə belə bir kafedə oturmağın başqa bir ləzzəti var. Siz bir dənə bu mənzərəyə baxın. Çox gözəldir.
Əslində sırf olaraq burada yaşayan yerli əhali də var. Əksəriyyət bu turistlər təşkil edir. Burada yəni yaşamaq üçün otellər, hostellər, hər şey var burada. Amma burada yəni çox gözəl mənzərə. Düzdür, bunu mən daha Nimbinə oxşadıram buranı. Yəni düz Nimbin, Halong Bay, Bokat bunlar hamısı bir-birinə oxşuyur. Yəni belə dağlıqlar falan, yaşıllıqlar. Amma ki çox gözəl mənzərələri var da. Yəni möhtəşəmdir həqiqətən. Bu təcrübəni hər kəs mən düşünürəm ki, yaşamalıdır. Bir dənə baxın buralara. Yəni burada sadəcə gəzmək, buralara baxmaq məncə çox möhtəşəm bir hissdir. Həmin getdiyim yerdə, orada sırf olaraq turistlər var ki, gedirlər bir həftəlik falan orada qalırlarsın. Amma ki biz sadəcə tur götürmüşük və bu tur paketinə bir hardasa 1 saat müddətində gedirsən, bu balıq masajını edirsən və daha sonra gəlirsən başqa bir tur paketinə də tura daxil olursan. Amma ki sırf olaraq gedib orada bir həftə, aylarla belə yaşayan turistlər var. Çünki oranın təbiəti çox gözəldir həqiqətən. Gəzməli çox yerlər var orada. Sırf olaraq belə aktivitelər yoxdur, çox da. Belə hiking falan bunlar var. Amma ki, yəni həqiqətən bir həftə, 2 həftə, 1 ay olsun, yəni o boyda müddətdə gedib orada olmaq, yaşamaq çox gözəl bir məncə hiss olar. Amma mən isə öz turuma davam eləyim, çünki qabaqda bizi dəniz gözləyir. Bu eyni zamanda bu kruzun daxilində hardasa 5-6 dənə turumuz var, gedəcək yerimiz var. Bir də ki, bizə yemək, çay süfrəsi bulan hamısı bu turun içinə daxildir. Belə, baxaq görək nə olur, növbəti hansıdırsa, gedək ora. Və nəhayət artıq ikinci bir turumuzdayıq və burada artıq kayaking olmalıdır və bir də ki üzməyimiz burada olacaq və tam olaraq bilmirəm hansı tərəf, hansı birinci olacaq. Amma ki artıq burada uca bir məskən qurmuşuq. Sevda, hazırsan? Mən əlimdən tutarsan nə sevdim. Make it jump, people vibes come alive, come alive. On the floor, we want more. Let it burn, oh, lights flash, bodies clash. Və gördüyünüz kimi daha doğrusu halımdan yəni beach turundayıq hal-hazırda. Düzdür, çox gözəl aktivitelərimiz oldu, amma çox ayıb ki, mən onları çəkə bilmədim. Çünki kameranı mən suyun altında götürə bilmədim, yəni tam olaraq üzə bilmirəm. Həm də eyni zamanda onun üstünə gedirsəm su dəyir, ona görə mən götürə bilmədim. Yəni, v общем, belə üzdük kimdik. Və hal-hazırda bizim günorta yemək vaxtımızdır. Və hardasa 1 saat ərzində biz burada olacağıq, yemək müddətində. Və gəlin sizə burada stolumuzda nə var göstərim. Çünki burada sırf olaraq dəniz məhsullarından qurulmuş bir süfrədir. Və artıq bizim gördüyünüz kimi 3-cü ya da 4-cü səhv eləmirəmsə bu artıq turdur və kayak turudur. İlk təcrübə çox gözəl, möhtəşəm və hal-hazırda mən sizə göstərim, siz də baxın. Monkeys. Move your waist, feel the bass, feel the heat. Really? Feel the heat. Sweat drops non-stop. Can't be beat. Əslində qeyri-adi bir hissdir deyirik, çünki fərqli bir hissdir. İlk dəfədir belə bir şey edirəm və
Böyle yavaş-yavaş dənizin ortasında özümüz gəlir. Amma bizdə üçümüzük, bizdən başqa heç kəsi yoxdur. Çünki artıq bir saat ərzində deyirlər ki, nə istəyirsə eləyin və sonunda sağ-salamat çatın. Dance or party, shake the ground, shake the ground. Feel the fire, ooh, all around, all around. Və bizim kayakimiz bitdi. Çox əslində çox həyəcanlı bir durumdur. Çünki biz bir dənə yerdən 3-4 dəfə fırlandıq. Heç cür tutuşdura bilmirdik, balanslaşdıra bilmirdik o tutacaqlarını. Və ona görə də amma ki çox maraqlı bir şey idi. Orada oranın getdiyimiz yerin yanında Meymun adası var. Sadəcə ora bu tura daxil deyil. Amma ki mütləq onun yanından biz ora getdik. Sadəcə bəzən ora icazə vermirlər. Müəyyən infeksiyalar falan düşür deyənə. Amma ki ümumilikdə çox maraqlı bir tur oldu və 1 saat ərzində kayakla fırlandıq pis oralarda. Bir də sizə ümumilikdə göstərim necə bir yerdirsə. Bayaqdan biz getdik baxın ora. Orada 3 dəfə, 4 dəfə belə fırlandıq qaldıq. Çünki tutdura bilmirdik heç cür. Və bu da ki belə. Və bizim növbəti gedəcəyimiz yer artıq dəniz olacaq. Çimərlik daha doğrusu. Və ondan sonra isə turla, yəni bu tura daxil olan bütün hər yerə getdik demək olar ki. Həqiqətən çox maraqlı bir mənim üçün çox maraqlı bir tətil oldu, bir təcrübə oldu. Çünki yəni etdiyim bütün şeylər heç vaxt etmədiyim bir şeylər idi. Və ümid edirəm ki, başqa bir yerdə yerə, başqa bir təcrübələr yaşayaram. Və ümumilikdə isə bütün bu etdiyimiz bütün şeylər 850 min Vyetnam qadı, ondakı dollarla mən yazacağam aşağıdan. Və belə çox gözəl və möhtəşəm bir təcrübə yaşadıq. Ümid edirəm ki, növbəti yer daha maraqlı bir yer olacaq, amma ki bilmirəm necə bir yer olacaq. Və belə Your hands, raise your hands, oh yeah. DJ spin, bring it in to the end, to the end. Dance or party, getting wild, getting wild. Feel the rhythm, oh yeah. Feel it now, feel it now. Dance or party, shake the ground, shake the ground. Feel the fire, ooh, all around, all around. və nəhayət ki tam olaraq sonuncu bir dayanacaqdayıq. Burada biz Katbada çimərliyə gəlmişik. Günorta kimi biz turumuzda olduq. Saat 4-ə kimi, günortadan sonra isə çimərliyə gəlmək qərarına gəldik. Və burada çimərliklər əslində çoxdur. Sağ olsun çaxçı bütün mənə 2 dənə ən böyük çimərlikləri dedi. Katba çimərliyi 1 və Katba çimərliyi 2 var. Biz biri seçdik. Çünki otelimizdən hər ikisi də onsuz da 3 dəqiqə, 4 dəqiqə məsafədə idi motosikletlə. Amma bura gəldik, mənzərə super, hər şey çox gözəl. Təhlükəsizlik super. Bütün adamlar, turistlər, yerli əhali hamısı gəlir burada çimir və istirahət eləyirlər. Mən düşünürəm ki, insanları belə xoşbəxt görəndə həqiqətən çox xoşbəxt olursan səndən. Və belə bura səhv eləmirəmsə saat 7-dən sonra, 6-dan sonra bağlanır. Həm qaranlıq olur, həm də təhlükəsizliyə görə. Və belə amma çimərlik tam olaraq ödənişsiz bir çimərlikdir gəldiyimiz. Belə indi mən də göstərim, siz də baxın. Səyahətimizin, çöpümüzün axırına gəldik, çatdıq. Artıq adadan çıxmışıq və gəmi vasitəsilə gedirik artıq o bir şəhərə və oradan da avtomatik olaraq evə. Və çox maraqlı bir səyahət idi həqiqətən. Fərqli təcrübələr, fərqli insanlarla tanış olduq, fərqli insanların ətrafında olduq. Hər şey çox möhtəşəm idi və mən həqiqətən hər kəsə nə vaxtsa Vyetnama gəlsəz, sizə məsləhət görürəm ki, gələrsiniz, Katba adasını görərsiniz. Çünki çox görüləsi bir yerdir, ediləcək çox böyük aktivitelər var, ona görə gələrsiniz və buraları görərsiniz. Bu gözəllikləri məncə hamı görməlidir. Və belə, növbəti videolarda görüşərik və zəhmət olmasa like eləməyi və abunə olmağı unutmayın, çünki mən çox vacibdir. Siz like eləyəndə mən həvəslənirəm. Neyse, sağ olun, hələlik. Dəniz, həm dağlar, həm çəmənlik, hər şey yəni var orada. Oh my god! Ay, kəsirəyim düşdü.